Goranboyda yol nəqliyyat hadisəsi baş verib. Məlumata görə hadisə Bakı-Qazax magistralının rayonun Boluslu kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, hərəkətdə olan Ford markalı yük maşını KAMAZ markalı yük avtomobilinə arxadan çırpılıb. Otra yüklü avtomobilə çırpılan digər yük maşını deformasiyaya uğrayıb. Sürücü 35 yaşlı Arzu Cəfərov avtomobildə sıxılı vəziyyətdə qalıb. Hadisə yerinə çağırılan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri sürücünü avtomobildən çıxararaq təcili yardım briqadasına təhvil verib. Yaralı Goranboy rayon mərkəzi xəstəxanasına çatdırılıb. Ona dərhal yardım edilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb. Nazirlikdən bildirilib ki, Fövqəladə Hallar Nazirliyinin 112 qaynar telefon xəttinə Goranboy rayonunda Bakı-Qazax magistral avtomobil yolunun 318-ci kilometrliyində yol nəqliyyat hadisəsinin baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub. Məlumatla əlaqədar dərhal hadisə yerinə Nazirliyin Aran Regional Mərkəzinin xilasediciləri cəlb edilib. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən edilib ki, Ford və KAMAZ markalı yük avtomobillərinin toqquşması nəticəsində yol qəzası hadisəsi yaşanıb və Ford markalı avtomobilin sürücüsü deformasiyaya uğramış avtomobildə sıxılı vəziyyətdə qalıb. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə sürücü 1990-cı il təvəllüdlü Cəfərov Arzu Qəriboğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər. Hadisənin baş vermə səbəbləri araşdırılır və müvafiq təhqiqat aparılır. Fuad Nazimoğlu, Elşad Cəfər, APA TV, Goranboy.